Başqalaşdı. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vahdahu ve salatu ve selamu ala nebiyyina Muhammedin ve ala alihi ve ashabihi ecma'in. Amma ba'd. Fe inne astakal hadithi kitabullah ve hayral hadi Muhammedin sallallahu aleyhi ve aleyhi ve sellem ve şerrü umuri muhtesatuhâ ve kulle muhtesetin bid'ah ve kulle bid'atin dalale ve kulle dalaletin finnâr. Həqiqətən qardaşlar, bugün üçün elə bir yerdeyiz ki, elhamdülillah, necə görürsünüz. Yəni, bura Peyğəmbər s.ə.v-in şəhəri adlanır. Necə görürüz, meçid, Peyğəmbər s.ə.v meçidi. Elə sahabələr danışır ki, yəni rəvayətlərdən də Peyğəmbər s.ə.v ilk bura girəndə sanki elə bilir ki, həqiqi mənada ki, nurlandı şəhər. Nətər elə bilir ki, işıqlar çəkərlər, yeni bir qaranlıq olan yer. Necə ora işıqlanar? Bax, elə bir oldu. Həmçində ki, o dünyasını dəyişəndə necə də yəni, sanki elə bir zülmət bürüdü buranı. Ola bilsin, bəzi indi insanlar da gəlir, onu dərk edə bilmir və bu biz gəzdiyimiz yerlər, bunlar hamısı nədir? Peyğəmbər s.ə.v-in təsəllinin ki, olduğu yerlərdir, sahabələrin olduğu yerlərdir. Elə belə deyil də bu. Bunu prosu dərk eləmək lazımdır. Və o bugün içində biz ki, o dini rahatsızlıqla yaşayırıq, əlhəmdülillah, hətta rahatsızlıqla örgənirik. Düzdürmü? O bizə elə belə rahatsızlıqla gəlib çatmayıbdır. Neçə əziyyətlər çəkiblər, düzdürmü? Hətta Allah Rasulü s.ə.v doyunca belə çörək nədir bizdə? Biz çörək yemirik, qırağa qoyuruq ki, biz nədir? Kökəldir o və yaxud da ziyan edir. Halbuki onu belə doyunca yeməmiş dünyasını dəyişdi. Yəni, bunun içində görürsən, nə qədər nimətlər olur da. Ən kasımız olsa belə evdə, düzdürmü? Kasıb insanı belə olsa, görürsən ki, nədir? Evində, əlhəmdülillah, o qədər nimətlər var ki, o vaxtı bəlkə deyiz, paşşahlar belə olmayan şeylər. Həqiqi mənada bunun içində biz baxsaq, yəni bizdən qabaq yaşayan insanların, paşşahların belə yaşaya bilmədiyi şeyləri biz bunun içində yaşayırıq. Adi sizə bəzi misallar çəkim. Misal üçün, daha üzr istəyirəm, su isti olması üçün nə etməliydilər? Yəni qızdırmalıydılar, düzdürmü? Məsələn, onun başına tökülməsi üçün kimsə ona tökməli idi, padşah olsun. Düzdürmü? Bizdə nədir? Amma biz yeri bir dənə knopkadır basırıq. Düzdürmü? Hətta onlardan belə üstündür. Hərəsi bir qulluqdur. Misal üçün, bəli, hər şeyi bir nəfər görür. Kondisioner olsun. Düzdürmü? Bunlar nədir? Lələk vururlar. Nə istəyən işçilər bunu. Gücdən biz bir dənə knopkanı basırıq, evi bütün hamısını soyudur. Və yaxud da mini olsun. Onlar heç onu ağlına gətirməzlər ki, sən neçə kilometrlərdən yol gedəcəksən. Düzdür və necə gedəcəksən, nə gün başına vurmayacaqdır, həmçindəki soyuq, belə necə də tez. Xanımlara deyim, paltar yuan, qab yuan, nə bilim. O heç də, əlhəmdülillah, Allah subhanətəlanın, yəni elədir də, rahatsızlıq da qarşı. Söhbət odur, bəli, və bununla belə də görürsünüz necədir. Bunlar hamısı da nətərdir, yəni bunlar hamısı asanlaşdıqca biz elə bir tənbəlləşirik. Yəni biz elə bir geriyə gedir. Əksinə misal üçün bundan biz gözəl şəkildə səmərəli istifadə eləsək, nə qədər yəni vaxtımız qalar. Yəni, bizdən qabaq, məsələn, qadınlar üçün, istəyir qadın olsun, kişi olsun. Kişinin qarşı işləməsi üçün evə çörək gətirməsi nə qədər işləməli idi o? Nələrdən keçməli idi? Necə güc sərf eləməli, düzdürmü? İndi bizdə nə yaşlılar var burada, onlar bunu təsdiqləyər və həmçində bu bəlli məsələdir də. Amma nətər bizdən həqiqi mənada çox rahatdır da, Allah'a şükürlər olsun. Adi belə gün içində harası bir iş görmək istəyəndə, həyətində, evində işçi axtarsan, görürsən, tapa bilmirsən. Bu nəyə dəalət edir? Yəni, bu ona dəalət edir ki, əlhəmdülillah, vəziyyət, yəni, Allah'a şükürlər olsun, yaxşıdır. Və həmçində ki, qadınlar olsun. Bəli, əlbəttə ki, onlar, məsələn, bellərində uşaq gedərlərdi, inək, misal sağlar, misal və yaxud da bellərində uşaq, uzaqlarına uşaq paltar yuyarlar. İndədir bir dənə knopka ilə qab da yuyulur, paltar da yuyulur və sair ilə axır. Bunlardan necə eləməliyik biz? Yəni, vaxt axı, bizə bu vaxt verilibdir. Biz nədən ibarətik? Bax, biz nədən ibarətik? Biz vaxtdan ibarətik. Düzdürmü? Yəni, bizə sayılmış vaxtların ibarətik. Necə ki, İbn Sirin Rahmanullah deyir, biz bunu dəfələrdən qeyd eləmişdik. İbn Sirin Rahmanullah deyir, yə bəni ədəm əntə ənfəsdir. Ey deyir, Adəm evla, sən nəfəslərdən ibarətsən. Yəni, nə deməkdir? O demək, bizim nəfəslərimiz belə sayılıbdır. Hər nəfəs aldıqca o sayılmış nəfəslərdən gedir. O sayılmış saniyalardan gedir. Biz nə etməliyik? Yəni, əlhəmdülillah, bu vaxt əgər bizə verilibsə, genişdirsə, istifadə eləyək. Səmərli istifadə elə. Axirətin üçün səmərli istifadə elə. O tək qalacaqsın qəbirdə, onun üçün. Onun üçün elədin, görün vaxt qal, dünyanın üçün elə. Amma səmərəli olsun. Oturub boş-boş keçirtmə. İnsan nə qədər boş olsa,
boşluq yaransın oldu. O boşluğu necə pisliklə dolduracaqdı. Boş-boş şeylərlə dolduracaqdı. Həmçində ki, biz nə olmalıyıq? Yəni, yeni nəsil üçün nümunə olmalıyıq. Biz əgərlərin nümunə olmarıqsa, onlar kimdən nümunəni götürəcəkdir? Sənin övladın olsun, sənin yaxınların olsun, düzdürmü? Sən gedirsən, sənə onlar baxıb, sən onlar üçün nümunə olmalısan. Biz hər biri nümunə olmalıyıq. Biz bugün üçün əgər onlar üçün nümunə ola bilmiriksə, onlar kimlə nümunə götürəcəklər? Başqa-başqa ölkələrdən lazım olmayan şeyləri götürəcəklər. Sanki bir yaxşı şey bilib onu əməl edir. Sən onu bugün üçün öyrətməsən, sahabələrin adlarını, Peyğəmbər sallallahu həyatını, o nə edəcək? O götürüb hansı kafir futbol komandalarını əzbərləyəcəkdir. Filan kinoda budur, filan şeydə budur. Niyə? Çünki sən onun qaraş yerini doldurmursan o boşluqları. Sən doldurmursan o boşluqları, o da ona görə o boşluqları pisliklərlə doldurur. Doldur da onu, əlhəmdülillah. O demək deyil ki, insan üçün dünyavi elm alsın. Amma sən onu kimdən asılı olmayaraq bir insan, düzdürmü, biz deməsin, müsəlman özünü sayılan insana, desən ki, sən kafirsən, adamı vurar, düzdürmü? Adam şeylər, amma sən müsəlmansansa, deməli, müsəlman kimi yaşamalısan. Sən o adını, yəni elə belə verilməyib sənə o. O birçilərə niyə verilmir o ad? Müsəlman. Nə deməkdir müsəlman? İstəsləmə feilindəndir. Yəni, təslim olmuş. Kimə? Tək olan Allaha. Tam şəkildə təslim olmuş. Nə də təslim olmalısan? Nə qadağa gəldisə, onda həmən çəkinməlisən. Nə əmirlər varsa, həmən ona çalışdığın qədər, bacardığın qədər əməlləməlisən. Gör, İslamın, dinimizin necə gözəlliyi varsa, sənə seçim vermir qadağalarda. Deyir, bundan çəkin, bundan çəkinmə. Yoxdur elə şey. Qadağa gəldisə, mütləq şəkildə hamısından çəkinməlisən. Amma əmirdə nə deyir? Əmirdə bacarırsan, əməlliysən. Əmirdə bacarırsan, əməlliysən, bacarmadığını əməlləmirsən. Bacardığın qədər. Yoxdur elə bir şey. Biraz məsələn eləyəsən bunu, haramdırsa biraz eləməyəsən. Elə bir şey yoxdur. Bu bizim dinimizin gözəlliklərindəndir, əlhəmdülillah. Allah həmişlər olsun və necə bir haqq qeyd elədik, qardaşlar. Yəni, həmçindəki gözəl yoldaşlar, gözəl dostluq, bu böyük bir nemətdir. Bunu Allahdan istəmək lazımdır. Necə bir haqq qeyd elədik, bir tabiin gəlir, Məkkəyə girməmişdən qabaq Allah subhanahu wa ta'ala dua eləyir, nə istədir? Ya Rabbim, sən mənə salih dost nəsib elə. Elə dost olsun ki, məni pisliklərdən çəkindirsin, mən azanda məni qoymasın azma və s. axır. Allah subhanahu ta'ala onun duasını qəbul edir və Allah subhanahu ta'ala ona dostu kim nəsib edir? Əbu Hüreyrə radiyallahu anh, təsəlliyin. Onun üçün, bu nə bizə buradan fayda çıxır? Yəni, bizdən qabaq salihlər, sələflər nə eləyərlərdi? Allahdan dostunu belə istəyərlərdi. Biz də istəməliyik. Həmçinin nümunə olmalı öz övladlarımız üçün ki, olmaz. Sən ola bilər, iş görürsən, o ayrı məsələ. Amma sənin dost dediyin, qardaş dediyin adam necə olmalıdır? Yəni ki, kişi dostunun dinindədir. Yəni ki, bizdə atalar deyir. Bu da ki, Peyğəmbər salsam, hədisindən götürülübdür. Bəli. Yəni belə. Bunu da belə öyrədəcəksən. Həm qız övladına, həm də ki, oğlan övladına. Bunu biləcəkdir ki, belədir qayda. O pisdirsə, o necə ola bilər sən olsan? Sən istəyərsən mi desin ki, bu filankəsin dostudur? Və ya bu filankəsin də pisdirsə o insan. Necə ola bilərsən sən ondan tanınasan? Düzdürmü? İnsan belə öz işçisi olanda belə işçisi, düzdürmü? Görür pis işçidir, nə bilim mən, harama məşğuldur. Nə edir? Onu uzaqlaşdırır öz işindən. İstəmir ki, onun işində olsun. Və necə ola bilər ki, sən işdə onu uzaqlaşdırırsan, amma öz həyatında, öz adını amma ləkə gətirən birisinin yanında saxlayırsan və yaxud da sən onun yanında olsan. Olmaz. Ruzi də Allahdandır, qardaşlar. Ruzi sadəcə olaraq təhsə mal dövlətdən deyil. Sənə o sağlamlıq verilib, o özü bir ruzi də Allahdan. Allah verib o sənə o sağlamlığı. O bəzilər deyir ki, vaxtım yoxdur filan şeyə. Subhanallah, o vaxtı verənə mi vaxtın yoxdur? Sənə o dili belə deyirsən ki, vaxtım, o dili belə sənə Rəbbim veribdir. Necə sən onu deyə bilərsən? Demək, hər şeyə vaxt tapırsan, amma vaxtı sənə verənə vaxt tapırsan. Olmaz belə şey. Sənə o dili belə Allah verib, aynı anda sənin əlindən alar ona. Düzdür, amma Rəbbimiz verir. Çünki Rəbbimizin səbri tükənməzdir. Hər bizim günahımıza görə bizi belə cəzalandırsız yeriyə bilməzdik. Düzdür, ona görə nə etmək lazım? Bax, burada, əlhəmdülillah, indi Allah müvəffəq eləsin, gedəcəyik, ümrə eləyəcəyik, Mədinədəyik. Nə etməliyik? Hazırlaşmalıyıq, tövbələr eləməliyik, bildiyimiz, bilmədiyimiz günahlardan təmizlənməliyik və getməliyik ora. Və bu da elə belə bir şey deyil. Yəni, Allah sən müvəffəq edibsən, bundan çalışmalısan, maksimum dərəcədə gözəl, səmərəli istifadə eləməlisən. Ola bilsin ki, bir dənə dua eləyərsən, bütün həyatını dəyişər. Gözəl
tərəfə. Bütün axirətini dəyişər. Bütün qəbirdə olan halını dəyişər. Allah qəbul eləyər Allahın izni ilə və dəyişərsən. Elə dua eləyərsən, ailəni dəyişər halını, yaxınlarının, valideynlərinin, ölkənin, başçının, hər şeyin. Və burada qardaşlar mühümdür. Əlhəmdülillah biz qardaşlar, biz Allah şükür olsun, o bəziləri deyir, yaltaqlanıb dua edirlər. Allah sığınırıq o şeydən qardaş. Bizim əlhəmdülillah nə qorxacaq yerimiz yox, nə çəkinəcək yerimiz heç kimdən. Vallahi deyirəm. Nə də ki biz belə nə bir vəzifədə işləmirik, nə bizim bir güclü maaşımız yox deyə ki, nəyə gəlir. Sadəcə bizim dinimiz bunu deyir. Bizim bəli dinimiz bunu deyir. Allah Resulü s.ə.v-in yolu budur ki, müsəlman başlasın dua eləmək. Çünki qardaş sən ona dua eləməklə, onun düzəlməsi ilə, onun güclü olmağı ilə ölkə gücləşir. Ölkədə müsəlmanların halı düzəlir. Düz deyil. Budur qardaşlar, əlhəmdülillah. Və sən danış, otur, insanları fikrini dəyiş, onunla nə edəcəksən, nə dəyişəcəksən, nə ona heç nə bilməyəcəksən, belə təsir elə bilmərsən. Əksinə, öz axirətini korlayırsan. Hətta sən belə zülm olunsan belə, düzdür, sən səbir eləyirsən, qiyamət günü onun qarşılığını alacaqsın Allahın izni ilə. Amma danışmağınla sən o danışdığına görə cavab verəcəksən. Ona görə insanlar üçün bugün gündə rahatlaşıb danışmaqdır. Gözün otururlar, boş boğazlıq edirlər. Çünki niyə görə? İş yox, güc yox. Biz varsa iş belə rahatçılıqdır. Oturub belə heç nə. İşi gücü qutarıbdır. Başlayır insanları müzakirə eləmək. Başlayır insanlarla danışmağa. Bu bizdə qabaqlar deyəndə bu kimin sifətləri idi? Hətta belə insanlar qadınlara onu yaraşdırmır. Amma biz o qadınların sifətlərindəndir ki, qadınlar da danışar, oturub belə qeybət eləyər, deyirlər, get filan bəhmən. İndi kişilər keçib bunu. Olmaz belə şeylər eləmək. Yəni bunu heç kiməsə nisbət eləmirik bunu. Allah sınırıq bu şeydən. Sadəcə ümumi olaraq vəziyyət budur. Yəni Allah Subhanahu taala bütün xalqımızın, millətin, müsəlmanların halını islah eləsin. Rəbbimizdən diləyirəm. Amma olmaz. Yəni necə bilirsiniz ki, Allah Subhanahu taala Hucurat surəsində bildirir bizə ki, sizdən biriniz meyit qardaşınızın ətini yeməyə razı olardınızmı? Əlbəttə ki, yox. O nə deməkdir? Yəni ki, çox bir pis əməldir bu. Çox pis əməldir. Sən razı olardın meyti yeməyə qardaşının? Yox. Təsəvvür sən o qeybət eləyəndə sanki elə bir o meyitinin ətini yeyirsən. Olmaz. Yəni Peyğəmbər s.ə.v bu ayəni şərh eləyəndə deməli Şeyx Sədi rəhməhullah hədisi gətirir. Deyir, qeybət nədir? Qeybət odur ki, deyir, sənin deyir, qardaşının xoşuna gəlməyən şeyi danışmağın. Bəzi qardaşlar necə başa düşürlər məsələni? Görə mən yalan danışmıram ki, olan şey deyirəm da. Qardaş, sən yalan danışmırsan, olan şey deyirsən, elə odur qeybət özü. Qeybət elə odur da, sənin qardaşının xoşuna gəlməyən şeyi danışmağın. O birisi başqa günahdır. Olmayan şey danışmaq böhtandır. Bu başqa günahdır. Qeybət isə budur və böyük günahlardandır. Və ona tövbə eləmək lazımdır. Bəzi insanlar başlayır ki, bunlar indi insanları düzəldən olublar. Otururlar 5 nəfər, 10 nəfər, əgər filankəs biri olurlar, filankəs bəhmən şeylə. Bilmir ki, bu şeytan bunu oturub boynunda idarə eləyir. Sən insanı düzəltmək istəyirsən, danışdın, getdin, durdun, o adamınəsiyyət elədin. Düzəltmək istəyirsən ki, yoxsa sən danışsan 5 nəfərlə, sonra yaysan 10 nəfər, 20 nəfər, 50 nəfər, 100 nəfərə belə, yazılır hamısı sənə, bədbax. Allah sənə üzünə tövbə qapısı açsın. Açmasa tövbə qapısı, gedib halallıq almasan ondan qul haqqıdır. Cavab verəcəksən Allah qarşısında. Allah Subhanahu o günahı bağışlamır. Tövbə ilə qardaşlar. Çünki o qul haqqıdır. Sən qul haqqını Allah bağışlamır. O ayrıdır. Sən gibi insandan halallıq almalısan. Nəzə qardaş, çox istəyir olmayın, biraz mövzudan uzaqlaşır. Amma bunlar hamısı nə idi? Yəni dediyim orada ki, yəni bizdə əgər bu şeylər varsa, hansımızdasa, hamımızda ola bilər. Allah qorusun və Allah Subhanahu bizə tövbə qapısı açsın hər birimizə. Günahlarımızdan, yəni bu dünyadan köçməmiş, yəni onlara tövbə eləyək. Ona görə burada fürsətdir, buradayıq. Əlhəmdülillah burada məsələn çalışmaq lazım, Peyğəmbər sallallahu əleyhi və səlləmə daha çox namaz qılmaq, sonra dualar eləmək və sonra həmçinin də ki Allahın izni ilə Məkkəyə getdik, çalışmaq lazım Kəbə ətrafında, yəni orada namazları qılmaq. Siz bilirsiniz 100 min savabıdır. Bəli. Çünki orada dua eləmək sayılmış günlərdir. Vallahi ki var, elə biləcəyik bir gün gedəcəyik samolyotda artıq qayıdırıq evə. Nə ki bu 20 gün qalsan, bir ay qalsan yenə elədi. Qardaş neçə yaşımız var? Birimizin 40 yaş, birimizin 40-dan yuxarı düzdürmü? Elə bilirsən ki, yəni sayılmış gün yaşamısan subhanallah. Dünən sıran bəlkə VSB sürmən yadon gəlir. Getdi də qardaş ömür, düzdürmü? Yarısından çoxu gedib, hamımız burada elədir. Yəni belə də tam yaşasaq indi Allah nəsib eləsin xeyirli ömrü bizdə. Nə yarısı?
Yox, aydın məsələdir də. İndi Allah bilir də, heç bilmirik. Yəni mən ümumiyyətlə deyirəm, Allah bilir 5 yaşayacaq, 10 yaşayacaq gün, bir gün və yaxud da 50 il, amma bir Allah bilir. Sağ dediyim odur ki, yəni bu da belədir qardaşlar. Ona görə nə etməliyik? Səmərəli. Günlərimiz səmərəli. Həmin burada fürsətdir. İslah eləysən özün, sonra orada qorunursan, çalışırsan. Və vallahi ki, əsl də ruzi elə budur. Əgər bunu bacarsaq əldə eləmək, əsl ruzi bax budur. Və o qalan şeylər var, Allah asanlaşdıracaq. Vallahi deyirəm, əgər kafir bir gün yeyir, içirsə, səni Allah yedizdirməyəcək, səni çizdirməyəcək, sən çətinlik çəkəcəksən, yox, olası bir şeydir. Çox sizi görünməyim qardaşlar. Allahdan yenə deyirəm ki, Allah ibadətlərimizi qəbul eləsin. Allah Subhanahu bizim vəffəq eləsin, məqbul ümrə nəsib eləsin bizə. Və Allah Subhanahu bizim yaxınlarımıza hidayət versin, xalqımıza hidayət versin. Allah Subhanahu xəstələr olan müsəlmanların balalarına, yaxınlarına, kimlər varsa xəstələrinə şəfa versin. Subay olan qardaşlarımızı evləndirsin. Allah Subhanahu taala həmçinin də bacılarımızı, Allah Subhanahu deyirəm ki, bütün övladlarımıza gözəl, yəni ki, həyat yoldaşları, gözəl, yəni ki, həmçindəki həm qadın, həm kişi də belə nəsib eləsin. Həqiqətən bunu da Allahdan istəmək lazım, böyük bir şeydir. Çünki uşaq bilirsiniz nədir? İnsanın yəni ki, qəlbinin yarısıdır, bəlkə çoxudur. Görürsən, insan məsələsin, bunlara da hədislər var, bunu mən uzatmaq istəmirəm məsələni. Görürsən ki, subhanallah, nəsə olanda necə olursan. Ona görə də Allahdan istəmək lazımdır. Onların xoşbəxtliyini. Və onlar xoşbəxt olmağını istəyirsə, biz yaxşı olmalıyıq, biz özümüzü düzəltməliyik. Allah daha doğrusunu bilir. Subhanakallahumma bihamdik, əşhədu ən la ilahə illə əntə, əstəğfiruka və etûbü ilayk.